Namazın sözlərində salamların mənası nədir? Gəlin birlikdə öyrənək. Salamların ilk cümləsi: Əssəlamu aleykə əyyuhən nəbiyyu və rəhmətullahi və bərəkətuh. Yəni, Allahın salamı, rəhməti və bərəkəti İslam Peyğəmbərinin üzərinə olsun. İkinci cümləsi: Əssəlamu aleynə və alə ibadillahis salihin. Allahın salamı bizə və onun salih bəndələrinin üzərinə olsun. Üçüncü cümləsi isə: Əssəlamu aleykum və rəhmətullahi və bərəkətuh. Allahın salamı, rəhməti və bərəkəti sizlərin üzərinə olsun. Yəni, bəzi təfsirçilərin nəzərinə görə mələklərin üzərinə olsun. Ümumilikdə bunu da götürmək olar. Burada isə incə bir dənə nüansa toxunaq. Məsələ budur ki, salam vermək müstəhəb, almaq isə vacibdir. Biz salamların ilk cümləsində Peyğəmbərə salam veririk. Peyğəmbərə salam verdiyimizə görə Peyğəmbərin həmin o salamın cavabını bizə qaytarması onun üçün artıq vacib olur. Əgər Peyğəmbər dünyasını dəyişibsə, o bizim salamımızı necə qaytarır? Əgər Peyğəmbəri bizlər ölü biliriksə, Həzrət Rəsulullah sallallahu aleyhi və aleyhi və səlləm bizim salamımızın cavabını necə qaytarır? Biraz düşünmək kifayət eləyər.